İlahi, bu qanun nə qəribədir. Bir ölüm min canı xilas eyləyər. Vətəni uğrunda can verənlərə yaradan cənnəti miras eyləyər. Hər kəsə bəyandır bu ki, həmişə şəhiddən cənnətin qoxusu gəlib. Bu vətən nə gözəl laylay deyib ki, bu qədər igidin yuxusu gəlib. Candı şəhid, yaşayan candı şəhid, torpağın üstündəki bircə damcı qandı şəhid. Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz insanın ali. 26 iyun Milli Silahlı Qüvvələr yaranışından 108 il keçir. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. İlk olaraq tədbirə başlamamışdan əvvəl gəlin müstəqil və vahid Azərbaycan dövlətinin memarı və qurucusu Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydar Əliyevin və vətənimizin, millətimizin, torpağımızın azadlığı və suverenliyi uğruna əziz canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsini, əziz ruhunu bir dəqiqəlik sükutla yad edək, xahiş edirəm. Allah dövlətimizin və müstəqilliyimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin məqamını... Mən də öz adımdan, şəxsim adından və şəxsiyyətim adından, komandanlığımızın adından şəhid ailələrinə, veteranlarımıza, mədəniyyət işçilərimizə, Allah yarlı icra nümayəndəliyinə xoş gəlmişsiniz deyirəm. Dərin minnətdarlığımı bildirirəm ki, bugün bizim ordumuzun bayram günü münasibəti ilə bizimləsiz. 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə vətənin keşiyində dayanan vətənpərvər oğullarımızı, Azərbaycan ordusunu mən də təbrik edirəm. Sən Azərbaycanımız, bütün xalqımızın evi, əskərlərimiz isə bu evin qəhrəman keşikçiləridir. Onlar xalqımızın təhlükəsiz yaşamasının təminatçısı, vətənin keşiyində dayananlardır. Hər biri ilə fəxr edirik. Uca Allah bu bayramın sevgisini bizə qürurla yaşamağımız üçün canını fəda edən şəhid qardaşlarımızın məqamını uca etsin. Qazilərimizə şəfa versin. Unutmayaq, vətən sevgisi pak, vətənpərvərlik isə uca mənəvi rütbədir. Bir daha bayramımızı təbrik edirəm. Diqqətinizə görə çox sağ olun. Əziyyət çəkən Mil Muğam Regional Mədəniyyət İdarəsinin Beyləqan Rayon Mədəniyyət Mərkəzinin direktoru hörmətli Fikrət Müəllim Ağayev. Salam, hər vaxtınız xeyir olsun. Hamınızı ürəkdən 26 iyun Silahlı Qüvvələrinin 108-ci il dönümü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz şəhid olub ki, biz bugün belə tədbirləri qorxmadan, ürəkdən, çəkinmədən keçirdə bilək. Allah dönə-dönə rəhmət eləsin şəhidlərimizə. Şəhidlərimizin valideynlərinə səbr arzu edirəm. Sözsüz ki,
dildə demək asaddır, çox çətin məsələdir. Amma ona baxmayaraq şəhidlərimiz şəhid olub ki, onu yerdə qalan anası, bacısı, evlatları gözəl gün yaşasın. Onlara həmişə diqqət olsun. Allah canını saxlasın, hərbi hissə komandanlığına da öz minnətdarlığımı bildirirəm. Allah sizləri var eləsin, bugün bayram günüdür. Mənim arzum budur ki, həmişə elimizdə, obamızda bayram olsun, sülh olsun, əmin-amanlıq olsun. Çox sağ olun. Ərazi icra nümayəndəsi, hörmətli dəyərli Səfər müəllim Şirinova verir. Çox sağ olun. Mən də bu bayram münasibəti ilə hər birinizi təbrik edirəm. Allah ordumuzu qorusun. Allahdan şəhidlərimizə rəhmət edirəm. Onların şücaəti nəticəsində bugün biz burada rahatlıqla bu tədbirləri keçirdə bilirik. Burada şəhid analarımız da əyləşib, hər birinin qarşısında baş əyirəm. Onlara çox sağ ol deyirəm ki, bizim üçün, vətənimiz üçün belə vətənpərvər oğullar böyüdüblər. Allah hər birinə rəhmət eləsin. Çox sağ olun. Bugün bu bayram münasibəti ilə şəhid anaların, ataların, hərbi hissənin, bütün generaldan tutmuş əskərlər kimi hamısını təbrik edirəm. Allah hamısına uzun ömür, can Şəhid anaların, ataların, yoldaşların salamlayıram. Hərbi hissənin komandirindən tutmuş əskərinə kimi hamısını salamlayıram. Döyüş bölgəsində olan xalqımızı, ordumuzu, dövlətimizi Allah qorusun, saxlasın. Həmişə səngərdə yatan əskərlərimizi qorusun. Biz onların hesabına nəfəs alıq bu dünyada. Şəhidlərimizin məkanı cənnət, məqamı uca olsun, yerləri nurla dolsun. Həmişə Kərbəlayı şəhidlərindən bərhəmbər bir yerdə olsunlar. Hamını salamlayıram, xoş gəldin deyirəm. Əskərlərimizi də hamısını Allah sağlam can versin, uzun ömür versin. Onları ailələrinə sağ-salamat qovuştursun. Amin inşallah. Bu günlərim biz elə bir gün qeyd edirik ki, əvvəlcə onu vurğulayım ki, hamınızı salamlayıram. Xoş gəldin deyirəm. Biz bir ölkənin azad, demək olar ki, azad xalqın, azad millətiyik. Bununla bərabər mən demək istəyərdim ki, bugünkü gündə deyirik, danışırıq, gülürük, şənlənirik. Azərbaycanın ərazi bütövlüyü naminə gözəl bizim prezidentimiz İlham Əliyevin Cənab İlham Əliyevin dəmir yumruğu altında bütün millətlərimiz, Azərbaycan xalqı birləşərək bu azadlığı bizə yaşatdı. Cəmi şəhidlərimiz bununla bərabər öz canlarını fəda etdilər. Qazilərimiz sağlamlığını itirdi. Allah bu birliyimizi əlimizdən almasın. Allah bu vətənpərvərliyimizi həmişə başa kimi eləsin. Belə bir gündə, silahlı qüvvələr günündə, hava qüvvələri, yerdə qüvvələr, su qüvvələri, ümumiyyətlə vətənimizin keşiyində duran hərbiçilərimizi, vətənimizin qulluqçuların, demək olar ki, bütün hərbiçilərimizi Allah qorusun. Bugünkü gündə mən bütün Azərbaycan xalqının keşiyində duran o qət oğlanlarımızın, qeyrətli igidlərimizin, cəngavərlərimizin, səngərdə duran o ordumuza Allah'tan güc, qüvvət diləyirəm. Hər birinizi salamlayıram. Silahlı qüvvələr kimi münasibət ilə bu tədbirdə əmək olan hər kəsə Allah var eləsin. Mən şəhid oğullarımızla və Azərbaycanın qeyrətli oğulları ilə, başda Ali Başkomandanımız olmaqla hər birinizə fəxr edirəm. Allah sizləri var eləsin. Nə yaxşı ki, biz belə oğullar böyütmüşük. Azərbaycanın qəhrəman oğulları həmişə olub, yenə də var və olacaq. Təbrik edirəm bu müqəddəs gün münasibəti ilə hər birinizi var olasınız. Mən bugünkü gün münasibəti ilə bütün hərbçilərimizi salamlayıram. Bayramları mübarək olsun. Bugün Eminimin bayramıdır, bütün şəhidlərimizin bayramıdır. Qazilərimizin, hərbçilərimizin bayramıdır. Bütün hərbi formada olan oğulları bağrıma basıram, yanan ürəyimə basıram. Onların içində Eminimi axtarıram. Mən bura sevincək gəlmişəm ki, bəlkə burada Eminimi taparam. Sizə qurban olum. Hərbiçiləriz canım qurban olsun. Nə deyim, bir daha bayramımız mübarək olsun. Bugünkü gün Azərbaycan Silahlı Qüvvələri münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bir
şehit ailesi olarak bütün şehit anaları, şehit ataları, şehit ailelerini samimiyetle tebrik ediyorum. Var olsun Azerbaycan halkı. Ben de bütün tedbir iştirakçılarını salamlayıram. Burada şehit ataları, şehit anaları, şehit aileleri dayanıb. Hər birisinə xüsusi salamımı yetirirəm. Mən elə təsadüfi deyil ki, burada əyləşməyim. Şəhid ailələrinin həmişə yanında dayanan bir şəxs kimi yenə çalışmışam ki, burada dayanaq. Bütün forma əyninə geyinən Azərbaycan Silahlı Qüvvələri sıralarına daxildir, mənsubudur. Hər birinin bugün Silahlı Qüvvələr günüdür və orada dedilər tarixi, dedilər 108 illik biz bir günü qeyd edirik. Təbrik edirəm. Oldu düşün, bil ki sənindir bu vətən. Sabahın, həm bugünün, həm dünənindir bu vətən. Sənin öz dövlətin, öz millətin, öz cəddin var. Vətən uğrunda ölənlər ölümündən doğlar. Kəbbulaşa, sənin öz bayrağının kölgəsi cənnət. Ey Azərbaycanımız ağlamıq şəfa versin. Bizə təşəkkür edirəm. Qalib ölkəmin, qalib vətəndaşları. Hər birinizin bayramını təbrik edirəm. Şəhid anaların başda olmaqla, hərbi hissə komandanlığı başda olmaqla Azərbaycan xalqını təbrik edirəm. Mən də 21 gün döyüşdə olan STV kanalının rəhbəri olaraq daim şəhid ailələrinin yanında təmənnasız olan bir jurnalist olaraq və mənlə bərabər Fəxriyə xanım da daim şəhid və qazi ailələrində təmənnasız ifaları ilə bizim gəncləri sevindirir. Səndir Allah bəndəsisən, mən qanaqlı bir mələyəm, çəkiləsi dərdim azmı, nanə çəkən səsiyəm, anamlı səsiyəm, 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 günəmli səsiyəm, səsiyəm, səsiyəm. Hava gəldi başıma, səvdərəni bilməzdim, hava gəldi başıma, saçları sancılı göz, gitmə bayan sönümə, can alır bağışılı göz, mənim səndə gözüm var, ay saçı sancılı göz, gitmə bayan sönümə, can alır. Maşallah. Meyveli bağlarım var, güzel çatlarım var, vətənsizim uzaqda, ucur anılarım var, oğlu var, kızı var, Azərbaycanım, ağlayan yolum var, Azərbaycanım. Ay Allah'a eşidim beni, düşmüşüm bir dəqdə Qarabağda, bir başdan dağı yara vermədi. O dağlarda qatlar başını, darda qoymaz Azərbaycan başını. Başını xancaqda başını, şahşaqdan atdı Qarabağlar, şahşaqdan atdı Qarabağlar, bizə atdı Qarabağlar, düşmənə bir dəqdə Qarabağlar, saz düşdü Qarabağya, vermək qorxaqlı Azərbaycan əsgərləri. Bütün düşməni qovdular, iti qovan kimi qovdular Azərbaycan əsgərləri. Aldatdılar məni. Nereye geldi yaz ayları? Bir güle adıylayı. Şehrin sözü demeyi. Thank you.